Sonra vergül qoyum məqamları. O, bundan sonra nə zaman vergül qoyulur? O, bu birinci növbədə kim nə sualına cavab verməlidir? Birinci növbədə kim nə sualına cavab verməlidir ki, bundan sonra vergül düşünək. Əgər hansı sualına cavab versə, vergül qoyulmur. Aydın oldu? Hansı sualına cavab versə, vergül qoyulmur. Amma kim nə sualına cavab verəndə vergül haqqında düşünə bilərik. Niyə düşünə bilərik? Niyə birbaşa vergül qoymuruq? Hələ düşünürük. Ona görə ki, o, bundan sonra gələn sözlərə baxmalıyıq. O, bundan sonra hər bir söz gələ bilər. Biz ona görə o, bundan sonra vergül işləm məqamlarına toxunmalıyıq. Yəni, ondan sonra nələr gəlməlidir ki, biz vergül qoyuruq. Nələr gəlməlidir? İsim gəlməlidir. İsim gələndə vergül qoya bilərik. Sifət gələndə vergül qoya bilərik. Say gələndə vergül qoya bilərik. Zərf gələndə, fe'li sifət gələndə, modal söz və nida gələndə vergül qoya bilərik. Başa düşdünüz? Bir də xitab gələndə vergül qoya bilərik o, bundan sonra. Aydın oldu. O, bu, deməli, o, bundan sonra vergül işləm məqamlar. Əgər hansı sualına cavab versə, vergül düşünmürük. Yəni, vergül qoyulmur. İndi vergül qoyula bilər. Ondan sonra indi, əgər modal söz falan gələrsə, vergül, modal sözün vergülü olacaq deyənə. Amma hansı suala cavab verəndə vergül qoyulmur. Kim nə sualına cavab verəndə hər zaman vergül qoyulmur? Xeyr. Niyə hər zaman vergül qoyulmur? Çünki ondan sonra gələn 7 dənə məqama baxmalıyıq. 7-8 məqama baxmalıyıq. O, bundan sonra kim nə sualına cavab verəndən sonra isim, sifət, say, fe'li sifət, zərf, modal söz, nidam və xitab kimi işlənən sözlər gələrsə, ondan sonra o, bundan sonra vergül qoya bilərik. Aydın oldu bu sizə? Başa düşdünüz? İndi baxaq. Deməli, burada da onu qeyd eləmişəm. Deməli, o, bu isim yerində işlənirsə kim? Yəni, mütləq şəkildə isim yerində işlənməlidir. Niyə isim yerində işlənməlidir? Çünki kimdən sualına zaman cavab verə bilər? İsim yerində işlənən cavab verə bilər də. Başqa formada cavab verə bilər? Xeyr. Kimlə suallarına birinə cavab verdikdə, onlardan sonra əvəzlik, feil, təsdiqlənən feillər, indi vergül qoyulmamaq məqamında bu. Deməli, nələr gələrsə, o, bundan sonra kimlə sualına cavab verdi, amma vergül qoyulmur. Niyə? Özündən sonra əvəzlik gələrsə, feil, təsdiqlənən feil gələrsə, təsdiqlənən feillərdə məslərlə feil bağlama gələrsə, köməklik sənə ədat gələrsə, qoşma gələrsə, bağlayıcı gələrsə, vergül qoyulur. Baxın, deməli, o, bu yerində işlənən kimlə suallarına birinə cavab verdikdə, onlardan sonra əvəzlik, feil, fe'li sifət istisnadır. Köməklik hissələrindən modal söz nidadan başqa digər köməklik, yəni qoşmadır, ədatdır, bağlayıcı gələrsə, vergül qoyulmur. O da səni gözləyir. Bu da nədir? Daha bağlayıcıdır, vergül qoyulmur. Bu danışır. Danışır hansı hissəsidir? Feildir. Ona görə vergül qoyulmur. Bu səninlə görüşmək istəyir. Kimlə bax, kim sualına cavab verir? Kim? Bu. Amma vergül qoyulmur. Niyə? Çünki özdən sonra əvəzlik gəldi. Başa düşdünüz? Sonra bu kömək etmədi. Nə etmədi? Kömək etmədi. Kömək etmədi nədir? Mürəkkəb feildir. Bəli, əvəzlik gəlsə də vergül qoyulmur, amma onun istisnası var. Əvəzlik gələndə vergül qoyulmur. Sadlanma olarsa, həm diski olarsa, bu zaman vergül qoyulur. Yaxud da əlavə kimi işlənərsə vergül qoyula bilər. Ona toxunacam indi. Amma yuxarıdakına baxaq. Bu, qardaşımın maşınıdır. Nə bu? Nə sualına cavab verir? Amma vergül qoyulur. Niyə? Çünki özdən sonra qardaşım nədir? Hansını hissəsi qardaşım? İsimdir. Ayrıca ona görə vergül qoyuruq. Sonra o əlbəttə gələcək. O kim o? Birinci sualı müəyyənləşdir uşaqlar. Əla, bəli. Birinci növbədə sualı müəyyənləşdir. Yəni dərk eləyək də biraz. Biraz düşünək, biraz gendən düşünək ki, niyə buna vergül qoyuruq? Sualı bildik. Sual nədir? Kim nə? Sualını bildik. Bu suala cavab verdik. Kimlə sualına cavab verdim? Əla. Ondan sonra da 7-8 məqam var ki, onlar gəlsə vergül qoyuruq. Onlar gəlməsə vergül qoymuruq. Hansı sualına cavab versə də vergül haqqında düşünmürük. O əlbəttə gəlir. Kim? O. Əlbəttə nədir burada? Modal sözdür. Modal sözün orta gələndə həm əbəndə, həm axırında, yəni həm sağında, həm sonunda vergül qoyulur. Yəni vergül modal söz yox. Vergül modal sözün vergülüdür, ha. Başlıqsın, buradakı vergülü modal sözünü. O oxuyanlara kömək edirdi. Oxuyanlar anən fe'li sifətdir. Bəli, vergül ona görə qoyulur. Aydın oldu. Deməli, o bundan sonra vergül nə zaman qoyuruq? Kimdən sualına cavab verməlidir bu bir. Və özündən sonra dediyimiz məqamlar gəlməlidir ki, isim, sifət, say, zərf, fe'li sifət, modal söz, nida gəlməlidir ki, vergül qoyulsun. Sonra o əvəzlər cümlənin təyini olarsa, yəni sifəti əvəz edərsə, onlardan sonra vergül qoyulmur. Az öncə dedik, əgər hansı sualına cavab vergül qoyulmur. O kitab mənim xoşuma gəldi. Sual verək buna, o hansı sualına cavab verir? Hansı kitab? O kitab. Vergül qoyula bilər burada? Xeyr, hansı sualına cavab verir? Bu ilin sonunu səbirsizlə gözləyirəm. Hansı ilin? Bu ilin. Vergül qoyula bilər? Xeyr. Niyə? Çünki hansı sualına cavab veribdir. Bəzən cümlədəki yerinə görə o, bu əvəzliklərdən sonra vergül istifadə edilə bilər, edilməyə də bilər. Misal üçün,
Yəni cümlədəki yerindən asılı olaraq orada vergül ola bilər. Yəni o həm şəxsə əvəz edə bilər, həm də belə deyək ki, həm ismə əvəz edə bilər, həm də sifətə əvəz edə bilər yerinə görə. Məsəl üçün, o evin sahibidir. Məsəl üçün, göstərirəm ki, şəxsi göstərirəm, o evin sahibidir. Məsəl üçün, əlini göstərirəm, deyirəm ki, əlini yəni göstərir, bu ev, 3 dənə ev var, onlardan deyirəm ki, o evlər onundur yəni. O evin sahibidir. Kim? O. Əli yəni evin sahibidir. Bir də var deyirəm ki, evləri göstərirəm ki, o evin sahibidir. Yəni bunların yox, onun, o evin sahibidir. Hansı evin sahibidir? O evin sahibidir. Aydın oldu. Deməli, evlərdən 3 dənə 4 dənəsinin yayına düzülübdür. Deyirəm ki, o üçünün yox, bu birincinin sahibidir. O evin sahibidir. Hansı evin sahibidir? O evin sahibidir. Burada gördüğünüz vergül qoyulmadı. Çünki hansı sonra cavab verir. Bizə şəxsi göstərmək deyirəm ki, yəni adamı göstərmək deyirəm ki, o evin sahibidir. Elə bayaqdan danışıqçı görən bu evin sahibi kimdir? Deyirik ki, o evin sahibidir. Yəni bu adam evin sahibidir. Aydın oldu bu hissə sizə. Sonra o əvəzindən sonra əvəzlik gəlsə də vergül qoyula bilər. Bu o zaman mümkündür ki, bu əvəzliklərdən sonra gələn söz əlavə kimi işlənsin ya da həmcisli əmələ gətirsin. Misal üçün, bu bizim dostumuz buraya yeni gəlib. Cümləsində bizim dostumuz birləşməsi bu əvəzinin əlavəsidir. Bu bizim dostumuz. Bizim dostumuz nədir? Əlavədir. Nəyin əlavəsidir? Bunun əlavəsidir. Burada artıq vergül ola bilər. Gördünüzmü? Əvəzlik gəldi, amma yeni vergül qoyuq. Niyə? Çünki əlavə kimi işlənibdir. O, mən sabah getməliyik. Burada isə sadalandı. Sadalandı deyə bu cümlədə həm o və mən əvəzlikləri həmcislik əmələ gətirib deyə burada vergül qoyulur. Başa düşdünüz? Yəni onu dayandıq. Növbəti bölməyə keçək. Sizə də bir iki dənə suallar verin.